İranın diqqət mərkəzində olan IŞİD-ə qarşı hərbi əməliyyatlar intensivləşib. İraqın təhlükəsizlik qüvvələri paytaxt Bağdaddan şimal-şərqdə yerləşən Diyala əyalətində 16 kəndi IŞİD terror qruplaşmasından azad edib. 100-dən çox IŞİD döyüşçüsü öldürülüb. 50-yə yaxın partlayıcı qurğu zərərsizləşdirilib. Bir gün əvvəl İraq ordusuna məxsus təyyarələr Əl-Hilla şəhərinə də aviazərbələr indirib və nəticədə 5 hərbi düşərgə məhv edilib, 70 IŞİD döyüşçüsü zərərsizləşdirilib. IŞİD-lə mübarizə üzrə beynəlxalq koalisiya isə IŞİD-in əsas gəlir mənbəyi olan Suriyanın neftarma zavodlarını bombalamaqda davam edir. Suriya hakimiyyətinin etirazına səbəb olan isə IŞİD-ə qarşı mübarizənin həm də ölkənin suverenliyinə qarşı olmasıdır. Koalisiya üzv dövlətlər Suriyada IŞİD-in mövqelərini bombalayıb. Bir məktəb binası və hava limanının bazasına avia zərbələr indiriblər. Hərbi əməliyyatlar əsasən IŞİD-in mərkəz sayılan Raqqa şəhərində keçirilib. Suriyanın Xarici İşlər Naziri anti-IŞİD koalisiyasına üzv olan Amerikanı ikili siyasət yürütməkdə ittiham edib. Biz Amerika hökumətinin Suriyada mötədil adlandırdığı müxalifət qüvvələrini silahlandırmaq və təlimləndirməklə ikili standart yürütdüyünü görürük. Amerikanın bu cür yanaşma tərzi əslində zorakılıq və terrorizmin alovlanmasına səbəb olur.